Artıq bir saat olar ki Məşəd şəhərindən ayrılmışıq və Məşədə bir saatlıq məsafədə yerləşən Nişabur şəhərinə, başqa adı ilə Qədəmgaha daxil olmuşuq. Buranın tarixi haqqında sizə qısa məlumat versəm, İmam Rza əleyhissalamı Mədinədən Məşədə, yəni Xorasana sürgün eləyəndə o Xorasana çatmamış Nişabur şəhərində dayanır. Buranın cəmaatı imamın başına yığışır və bütün tələbələr qələm və vərəq götürərək imamın nə deyəcəyini səbirsizliklə gözləyirlər. İmam da burada Silsilətun Zəhəb hədisini danışır. Maraqlananlar bu hədisi araşdıra bilərlər. İmam oranın cəmaatı ilə danışdıqdan sonra Nişapur əhalisi quraqlıqdan əziyyət çəkdiklərini deyirlər. İmam isə onların quraqlıqdan xilas olması üçün dua edir və İmamın ayaqları altında quyu qazırlar. Həmin quyudan isə bütün Nişapur əhalisini və bütün Nişapur torpaqlarını bəhrələndirən bir su qaynayıb çıxır. Gün yarım sonra gəldik, çatdıq İraqın sərhədinə. Artıq sərhəddə keçmişik. İnşallah yolumuz Samirra, Kazimeyn şəhərlərinədir.